Belələri bir deyil, iki deyil, 100 deyil, minlərlə bu cür insanlar var ki, bu hakimiyyətin içində olduqları üçün haqsız yerə bu qədər sərvət əldə edirlər, bu qədər zənginlik əldə edirlər, qazanırlar, azğınlaşırlar. Başqa sərt sözlər işlətmək istəmirəm, ancaq doğrudan bizim xalqın belə dostcasına, mehribancasına, yaşayışına zidd olaraq elə bil ki, göz çıxardırlar. Elə bil ki, hamıya göstərirlər ki, bax, mənim bu imkanlarım var, bax, mənim belə sərvətim var. O halda ki, milyonlarla insan ağır vəziyyətdə yaşayır, çətin vəziyyətdə yaşayır. Ona görə də rüşvətxorluğa son qoyulmalıdır. Ölkədə iqtisadi və siyasi azadlıqlar bərqərar edilməlidir. Ölkənin azadlıqlarına imkan verilməlidir. İstər siyasi azadlıqlar olsun, iqtisadi azadlıqlar olsun, media sahəsi olsun, məhkəmələrin müstəqilliyi olsun, normal bir seçki keçirilməsi olsun. Bütün bu məsələlər həll edilməlidir. Bu məsələlər həll edilmədən bu problemlər davam edəcək. İndi